Evlənməmiş, ana olmamış bir qızın süd vəzləri iki tərəfdən sağ-sol götürülüb. Bilirsən doktor qardaş kimdir? Sübhan Əliyevdir. Bacarmırdın, eləməzdin. Gözəllik qurban tələb edir deyirlər. Bu dəfə sözün əsl mənasında gözəlliyinin qurbanına çevrilən Günay Kərimli bizə müraciət edib. Gözəlliyini plastik cərrah Səkinə Xudiyevanın qızıl əllərinə həvalə edən Günay xanımın təəssüf ki, arzusu ürəyində qaldı. Gözəlliyi bir yana, artıq onun sağlamlığı da ciddi risk altındadır. Şikayətim iki dəfə uğursuz, Səkinə Xudiyevanın iki dəfə uğursuz əməliyyatla bağlıdır, plastik cərrah adı altında. Sonra da öyrənmişik ki, ümumi cərrahdır. Adı altında məni pis uğursuz əməliyyat eləmədi. Birinci dəfə əməliyyat olanda 2022-ci il Kəpəz Hospitalda əməliyyat olmuşam. Mənim mamoplastik ikinci əməliyyata girməmişdən qabaq mənim uzun göstəricilərim var ki, məndə mamoplastika olmamışdan qabaq rutin yoxlanışa getmişəm və normaldır. Hər şey, vəzlərlik falan yerindədir. İkinci əməliyyatdan sonra mən, yəni heç bir mənə məlumat verilmədən mən mamoplastika olmuşam. Mən əslində döş ətrafı sallantılardan narazı olduğum üçün qalxdım ki, əməliyyat olunmuş. Sinə əməliyyat olmuşam və sinə əməliyyatı zamanı mənim mastektomiya olmuşam. Yəni süd vəzlərim çıxarılıb. Yəni subay bir qızın, evlənməmiş, ana olmamış bir qızın süd vəzləri iki tərəfdən sağ-sol götürülüb. Mən bunu, yəni mənə heç bir məlumat verilməyib, heç bir icazə alınmayıb, nə məndən, nə xəstə yaxınlarım, mənim valideynlərimdən, yaxınlarımdan heç bir icazə alınmadan mənim süd vəzlərim çıxarılıb, iki tərəfli, toxuma belə yoxdur. Mən doktorun yanına gəldim ki, doktor belə-belə, doktor mənə qayıtdı ki, açdım da yığa bilmədim, yığışdıra bilmədim, nəsə elədim. Həkim dedi ki, gəl səni 300 dəfə əməliyyat eləyək. Pulsuz, parasız istəmədim. Dedim, insan bir dəfə səfərə, iki dəfə səfərə, üçüncü dəfə mən sizin əməliyyata olmayacağam. Dedi, o zaman get, harada, kimə əməliyyat etəcəksə ödənişini mən eləyəcəm. Biz bunda razılaşdıq. Və mən bədənimdəki olan şikayətlərlə bağlı sakitləşdim ki, doktor belə eləyəcək. Yəni ödəniş eləyəcək. Sonra mən bütün klinikaları, həkimləri gəzərək, gəlib doktor falan həkimlərə getdim. Bəs məni ikili əməliyyat salacaqlar. İki əməliyyatdan sonra da nahamarlıqlar, korreksiya falan olacaqsa yenə mən əməliyyat alacaqlar. Falan qədər ödənişli olacaq. Ondan sonra mənim çox güclü çapıqlarım olacaq. Yəni çünki elədiyi uğursuz əməliyyatların çox böyük fəsadları var məndə. Başqa nömrədə sübutlarım da var. Yazırıq saat 1-ə, 2-yə, 3-ə konsultasiya yazır doktor. Badam Medikada. Otağın qabağında da adını sildirib, cizdin işləyir. Bilmirəm kimin adına yazıb əməliyyat elətdirir. Cizdin bu dəqiqə bu adam işləyir bu klinikada. 2022-dən bəri 4 ildir mən həyatımı planlaya bilmirəm. Mən sırf bu ikinci əməliyyatıma görə dövlət işindən çıxmışam. 1 il yarım mən işləməmişəm. Mən izah edirəm ki, mən həyatımı qura bilmirəm, karyeramı qura bilmirəm, evli həyatım, ailə həyatımı qura bilmirəm. Deyirsən, əri nə edirsən ki? Niyə ərdən yapışmısan ki? Hər şey ərə getməkdir. Ərə gedən əri bala batıb, ərə getmədi. 35 yaşından sonra ərə gedərsən də, nə edirsən ki, uşaq nə edir adama? Və mən şantaj olunuram nələrlə? Doktorun qardaşı at çəkmək olar. Sübhan Əliyev, doktorun qardaşı Sübhan Əliyev. Bilirsən doktorun qardaşı kimdir? Sübhan Əliyevdir. Falan vəkillər, nə bilim, bürosunun rəhbəridir. Mən Bakı dövlətləri hüquq professorudur. Onun tanımadığı adam yoxdur. O nələr ötbastır eləyib, səni də ötbastır eləyəcək. Aktivasyon tanışları var. Nə bilim, nə eləyəcək? Mənim, yəni şantaj, psixoloji baskı, bu yoldan çəkinim, yorulum, bezim. Səs atıram ki, bəs belə də mən istəmirəm məhkəməyə düşüm, prokuratura düşüm. Yəni mənim problemim nədir? Mən əməliyyat olum, heç olmasa fiziksel olaraq komplekslərimdən azad olum. Səs budurdu mənə. Get nə elirsən elə. Prokuror kimdir ki? Mehriban Əliyev nə edəcək? Yəni Azərbaycanda bu qədər rahatçılıqla kim danışa bilər? Və Azərbaycanda kim kreslosundan sui-istifadə edə bilər? Həkim mənə dedi ki, get nə elirsən elə, nə bilirsən elə, hara şikayət edirsən elə. Dedim ki, bəs mən çıxacağım bir qız kimi, bir Azərbaycan qızı kimi. Məni çağırırlar, demək baş həkim, direktor mavini, falan kəsən gəl görüş, bəhmə kəsən gəl, bundan görüş, onunla görüşdürürəm, bu insanlar məni tanımır. Əməliyyatımə girməyib. Mən onlara əlbəl pul vermişəm. Mən olsa ədəviyyəsi çəksiz pul vermişəm. Siz mənə əməliyyat eləmişsiniz. Ödəniş kartdan karta olunub. Xeyr, əldən. Bəs necə? Nağdı əldən. Həm Kəpəz Hospitalda, həm Badam Medikalda. İkisində də əldən elədi. Mənə heç bir çek, ədəviyyə verilməyib. Bu cinayət işidir. Bu bir qızın, bir gənc qızın taleyi ilə bu qədər, bu dənli oynamaq. Yəni bacarmırdın, eləməzdin. İstədiyi ki, məsələnin dəqiqliyini plastik cərrah Səkinə Xudiyevanın öz dilindən eşidək. Vizual olaraq gördüyüm odur ki, xanım kökəlib. Xanımın yəni görüntü olaraq mənim yanıma gələndə olan çəkisi ilə indiki çəkisi
hardasa bilmirəm, mən onu çəkib baxmamışam. Yəni gözüm görə bir 20 kilo, 15-20 kilo görürəm mən orada ki, artıq çəki var. Anladım. Yəni Biz süd vəzlərinin çıxarılması ilə bağlı nə deyə bilərsiniz? Çünki xanım süd iddia vəzi edir ki, çıxarılması olsa, xanım, süd vəzi çıxarılsa, yəni o da vizual olaraq süd vəzilər olmaz. Adamın süd vəzləri necə? Yəni mənim əlimdə şəkillərim var. Görünür, süd vəzi var orada. Süd vəzi olmasa, gilə olmaz, ayola olmaz. Yəni bu hansı məntiqə sığır bunun dediklərinə biz oturaq. Kimsə durub nəsə iddia verəcək və mən onun üzərindən nə danışa bilərəm ki? Çünki xanım iddia Mənim edir ancaq ki, bir yolum var ki, bəli, verməyib, demir prokuratura orqanı vermişəm. Bu inşallah gündə onun bir cavabı çıxsın görək. Bunun dediyi ilə, onların dediyinin hər halda bir uzlaşma olacaq da. Mövzu ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sorğuda adı qeyd edilən Səkinə Xudiyevanın ümumi cərrahiyyə üzrə ali tibbi təhsili var, lakin o sertifikasiyadan keçməyib. Səhiyyə Nazirliyi tərəfindən yaradılmış təftiş komissiyasını təqdim etdiyi Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim mütəxəssislərin siyahısında Səkinə Xudiyevanın adı yoxdur. Yəni o plastik cərrah kimi fəaliyyət göstərə bilməz. Əks halda bu qanunvericiliyə zidd hesab olunur. Özəl tibb müəssisələrində qanunsuz fəaliyyətlərlə bağlı nəzarət tədbirləri qanuna uyğun olaraq analitik ekspertiza mərkəzi tərəfindən planlı və plandan kənar yoxlamalar əsasında həyata keçirilir. Sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi üçün vətəndaş məhkəməyə müraciət etməli və məhkəmə tibbi ekspertizanın rəyini əldə etməlidir. Gördüyünüz kimi Səhiyyə Nazirliyindən bildirildi ki, Səkinə Xudiyevanın plastik cərrah kimi fəaliyyətinə icazə yoxdur. Gəlin yoxlayaq. Xanım, mən bu əməliyyatla maraqlanırdım. Abdomoplastika istəyirəm. Aha, nə vaxt istəyirsiniz? İndi öyle siz mənlə əlaqə saxlayasınız, mən sizə qeyd edərəm. Çünki doktor hazırda Bakıda yoxdur. Bayramdan sonra amma mümkündür da, eləmi? Bəli. Aha, təxmini bu bədən şəkilləndirmənin qiyməti ilə bağlı təxmin aşağı Bədənə görə yox. qiymətlərimiz dəyişir xanım. Bədənə baxılmalıdır. Bədənə baxın. Çünki bədənə mütləq baxılmalıdır. Çünki əvvəldən baxmadan biz qiymət təyin edə bilmirik. Qeyd olunan şikayətlə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Günay Kərimlinin şikayəti ilə bağlı araşdırma aparılır.